Gözəl bir sualın izahına baxmağa çalışacağıq. Yazır ki, hansı cümlədə sifət olmasa da ismi birləşmə var? Yəni biz elə bir cavab tapmalıyıq ki, orada sifət olmasın, amma ismi birləşmə olsun. A variantına baxırıq. Dövlətin maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətinin azlığı zəif sayılır. Bax, şəxsiyyətlərin azlığı nə var? İsmi birləşmə var. Yəni üçüncü növ təyinli söz birləşməsi var. Bu şərtimizi ödədi. Amma sifət olmasın. Həminki cümlədə istedad sözünün kökü l şəkilsində artırıb nə yaranıb? Sifət var. Deməli, sifəti də ödədi, ismi birləşmədə var. Bu cavabımız ödəməz. Çünki həminki cümlədə sifət olmamalıdır. B variantına baxırıq. Qabiliyyət sevinci, mübarizəsi düzgün olan insanlara qismət olmur. Yəni, qabiliyyətin sevinci. İsmi birləşməmiz var. Üçüncü növ təyinli söz birləşməsi. Və sifət olmasın. Burada düzgün sözünü ilk öncə sizə sifət kimi verməyə çalışır. Amma ol, et, bil feilləri var ki, onlar düzgün olan bir yerdə bu nədir? Mürəkkəb feil sayılır. Bu düzgün sözü burada sifət deyil. Əgər ol feili mövcud olmaq, var olmaq kimi iştirak eləsəydi götürərdi. Ona görə cavabımız da olacaq B variantı. C variantına baxırıq. Orada insanın əli ilə yaradılmış gözəllik yox idi. Yalnız çiçəklər var idi. İnsanın əli ilə yaradılmış gözəllik, çirkinlər. Yaradılmış gözəllik, necə gözəllik? Yaradılmış gözəllik. Birinci növ təyinli söz birləşməmiz var. Yəni ismi birləşmə var. Sifətimiz burada nədir? Çirk sözünün çirkinlər, çirk sözünün kökü çirkinlər. Burada da bir sözün hansı nitq hissəsi olmasını tapmadan ötürü başlanğıc formasına fikir verirdik. Burada sözün başlanğıc forması nədir? Çirkin necə sualına cavab verir və var, yox, lazım, gərək, bəs tipli, prediktiv sözlərə aid olduğuna görə bunlar da götürüləcək sifət. Ona görə də cavabımız ödəmə. Həm sifət var, həm də ki ismi birləşmə var. D variantında rəngkarlıq korlar üçündür. Əsl rəssam göründüyü yox, duyduğunu çəkir. Elə burada baxanda kör sözü sifət olduğuna görə heç ismi birləşməsinə baxmırıq, çünki sifət var. Sevgi o qədər qüdrətlidir ki, hər insana ismi birləşməmiz var. Birinci növ təyinli söz birləşməmiz var. Qüdrət sözün kökü lidir. Sözün başlanğıc forması qüdrətli, sifətimizdir.